Üçüncü dərs. İnsanların davranış, danışıq tərzindən, zahiri görkəmlərindən nəticə çıxarın. Münasibətdə olduğumuz insanların özləri haqda ortağa qoyduğu bilgilər iki qismdir. Özlüyündə ortaya qoyduqları və bizim sınayaraq ortaya çıxmasına səbəb olduqlarımız. Bu bənddə məhz özlüyündə ortaya qoyulan məlumatların dəyərləndirilməsindən bəhs edəcəyik. Əslində insanlar davranış tərzləri ilə özlərini, qəlblərindəki niyyətləri ciddi mənada ortaya çıxarırlar. Təcrübi dəlillərlə yanaşı, Quran-Kərimin bəzi ayələri də bu prinsipin doğruluğuna dəlalət edir. Uca Allah öz rəsulunun bəzi münafiqləri danışıq tərzindən tanıması barədə buyurur. Şübhəsiz ki, sən onları danışıq tərzlərindən tanıyırsan. Muhammed surəsi 30-cu ayə. Digər bir tərəfdən, lazımi məqamda insanların davranış tərzini incələmədiyi, cihaddan geri qalanlar içində üzürləri digərlərindən ayırmadığı üçün öz peyğəmbərini qınayaraq buyurur. Allah səni bağışlasın. Kimin sadiq, kimin yalancı olduğu sənə aydın olmadan niyə onlara izin verdin? Tövbə surəsi 43-cü ayə. Daha sonraki ayələrdə Uca Allah Cəllə Cəlaluhu yalancı və sadiqləri seçmək üçün irşad xarakterli bəzi kriteriyalar qoyur. Cihada çıxmamaq üçün bəhanə uyduranların, kökdən belə bir niyyəti olmadığını təsbit üçün onların davranışına hazırlıq görmədiklərinə diqqət çəkərək buyurur. Əgər cihada çıxmaq istəsələrdi, ona hazırlıq görərdilər. Tövbə surəsi 46-cı ayə. Cihaddan geri qalması üçün həqiqi üzrü olanların seçilə bilməsi üçün onların davranış tərzinə diqqət çəkərək buyurur. Sənin yanına onlara cihad üçün minik verəsən deyə gəldiklərində sizə verəcək bir minik tapa bilmirəm dediyin zaman cihad üçün sərf edəcək mala sahib olmadıqları üçün kədərdən gözləri yaşla dolmuş halda geri dönənlərə də günah yoxdur. Tövbə surəsi 92-ci ayə. Beləcə, Uca Allah öz rəsulunu sallallahu aleyhi və səlləm insanların davranış tərzini incələyərək onları sinifləndirməyə yönləndirmişdi. Və eyni zamanda bizim üçün bir önəmli qayda qoymuşdu. İnsanların davranış tərzi onların iç aləminin, həqiqi niyyətlərinin müəyyən dərəcədə aynasıdır. Bizlər bu bilgiləri istifadə edərək insanları sinifləndirmək məcburiyyətindəyik. Nəticə etibarilə davranış tərzi insan dəyərləndirmədə ən önəmli qaynaqlardan biridir. Məsələn, oturduğu hər məclisdə Suriyada bacılarımızı zorlayırlar. Biz də burada oturub yemək yeyirik. Allah bizim böyük tikəmizi bu boyda eləsin deyərək, əlindəki çörəkdən kiçik bir parça qoparıb süfrəyə atanların əksəriyyəti həqiqətdə bu problemdən ən az narahat olan kimsələrdir. Burada diqqət edilən məsələ Bəşər Əsəd dönəmində olan Suriya hadisələridir. Hər fürsətdə filan hocanın saqqalı ağarıb, filan kəsin İslama xidmətlərini sayıb bitirə bilmirik, deyərək göz yaşı tökən kölgə əhli də bu qismdəndir. Zahiri görkəmlərinin, sözlərini yalanladığı bu kimsələrin həqiqi dərdi İslamın yox, kimlərin isə kölgəsində gizlənərək özlərinin ucalmasıdır. Elədiyi hər məsuliyyətsizliyi haqqını halal et. Edəcəyi hər məsuliyyətsizliyi isə inşallah deyərək sığortalayan. Onu bu davranışına görə qınadıqda isə sizi Allahla üz-üzə qoyaraq Allah izin verərsə dediyini xatırladan sığorta əhli cüvəllaqlar da bu çoxsaylı ordunun bir bölüyüdür. Yəni, cəmiyyətimizdə belə adamlar da var. Bir kimsə ona yaxşılıq edən birini sataraq sizin yanınıza gəlibsə,
sizi istifadə etdikdən sonra sizi də satacaq. Çünki nemətlərə qarşı nankor olmaq belə kimsə üçün artıq bir xasiyyətə çevrilmişdir. Detallara fikir verin. İnsanlar kiçik işlərdə necə varlarsa, böyük işlərdə necə lazımdırsa elə davranarlar. Sahabə zamanında da bu cür praktik filtrasiya var idi. Aşağıdakı hədislər insanların içindən qeyri-ciddiləri ələmək, tanıyıb qorumağın vacibliyi mövzusunda, onları tanıyıb qorumağın vacibliyi mövzusunda irşad örnəyi olaraq göstərilə bilər. Biz Ənsar topluluğu münafiqləri Əli ibn Əbu Talibə, Allah ondan razı olsun, nifrətlərindən tanıyardıq. İbn Məsud, Allah ondan razı olsun, deyir. Bizim vaxtımızda cəmaat namazından ancaq nifaqı məlum olan münafiqlər geri qalardı. Rasulullah aleyhissalatu vesselam buyurur, münafiqin əlaməti 3'dür. Danışdıqda yalan danışar. Söz verdiği zaman sözündə durmaz. Bir şey əmanət edildikdə xəyanət edər. Quran və sünnə bu nöqteyi nəzərdən baxa bilən hər kəs üçün davranış şəkli incələmələri və filtrasiya kriteriyaları ilə zəngindir. Təbii ki, bizim ölkədə cəmaat namazını belə bir kriteriya halına gətirilməsi doğru olmaz. Çünki bizdə məscid azdır. İnsanların bəziləri kilometrlərlə məsafələrdən məscidə gəlirlər. Bəziləri uzaqlıq səbəbilə cümə namazına gələ bilmirlər. Lakin bu örnəkləri zikr etməkdəki məqsədim müsəlmanlar arasında daimi bir filtrasiyanın olduğunu, zərərli insanların bu kimi tədbirlərlə ələndiyini, müəyyən edildiyini vurğulamaq, diqqət çəkməkdir. İnsanların davranışlarından, danışıq tərzlərindən nəticələrə vara bilmək bir neçə örnəklə mənimsənəcək bir mövzu deyil. Qeyd etdiklərim ümumiyyətlə insanları bu sahəyə yönləndirmək, bu bilgilərdən faydalanmağa təşviq üçündür. Dünyəvi təcrübədə də bu metoddan çox istifadə edilir. Bir çox iş yerinə işçi olaraq müraciət etsəz, ilk baxacaqları nöqtə zahiri görünüşünüzdür. Bir çox ölkədə gecə klubları və bənzər məkanlarda təhlükəsizlik təmini üçün face control deyilən görkəm incələmə kimi metodlar var. Bir çox təhlükəsizlik orqanı şübhəli təsbitində görkəm incələmə metodundan istifadə edir. Davranış və danışıq tərzindən nəticə əldə etmək üçün həm zəngin təcrübəniz olmalı, həm də bu mövzuda etibarlı qaynaqların təcrübələrindən faydalanmalısınız. Bu qaynaqlardan ən önəmlisi aforizm kitablarıdır.